Xoş gördük. ASTV İqtisadiyyatla davam edirik. Studiyadan Namiq Əliyevdim. Gürcüstan və Azərbaycan arasında münasibətlər yalnız ixracla məhdudlaşmır. Nəqliyyat, logistika, enerji sektorunda əməkdaşlıq, eləcə də alternativ mənbələrdən birgə enerji istehsalı kimi sahələr münasibətlərin dərinliyindən xəbər verir. Təsadüfi deyil ki, ötən il ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə müqayisədə 9% artaraq 881 milyon 400 min dollara çatıb. Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlər iqtisadi əlaqələrin də dərinləşməsinə imkan yaradıb. Ötən il ölkələr arasındakı ümumi ticarət dövriyyəsi 9% daha çox olub. 712,7 milyon dollar dəyərində Azərbaycanla Gürcüstana ixrac, 168,7 milyon dollar dəyərində isə idxal həyata keçirilib. Bu deməkdir ki, qarşılıqlı ticarət dövriyyəsində Azərbaycan 544 milyon dollarlıq müsbət saldoya malikdir. 2026-cı ilin yanvar-fevral aylarında isə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 176,6 milyon dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,9% artım deməkdir. Nəzərə alsaq ki, Azərbaycanın Gürcüstan ixracatının əhəmiyyətli hissəsi qeyri-neft və qaz məhsullarıdır. Biz sonra xəbər verir ki, ölkələr arasında əməkdaşlıq bir mənalı şəkildə həm qeyri-neft sektorunun ixrac imkanının artırılması, eləcə də ölkələrin bu münasibətlərdən daha çox faydalanmasına imkan yaradır. Gürcüstana 712,7 milyon dollarlıq ixracatın 347,9 milyon dolları qeyri-neft qaz məhsulları olub. Bəs Azərbaycan Gürcüstandan hansı məhsulları idxal edir? Statistika göstərir ki, idxal məhsullarının siyasında bir sıra qida və içki məhsulları üstünlük təşkil edir. Perspektiv isə daha cəlb edicidir. Xüsusən orta dəhlizin əhəmiyyətinin daha da artması beynəlxalq yükdaşımalar və nəqliyyat qovşaqları kontekstində tərəflərin qarşılıqlı əməkdaşlığı eyni zamanda yaşıl enerji sahəsində daha da dərinləşməkdədir. Yaxın gələcəkdə istehsal olunacaq illik 3 gigavat külək və 1 gigavat günəş enerjisinin 80%-i Avropaya ixrac ediləcək. Azərbaycan və Gürcüstan eyni zamanda Avropa İttifaqına yaşıl enerji ixrac etmək niyyətindədirlər və gözlənir ki, 2027-ci ildən sonra iki ölkə bütövlükdə Qara dəniz vasitəsilə Avropa İttifaqına və xüsusən də Rumıniya və Bolqaristana yaşıl enerjini nəql edəcək. Bu isə təbii ki, Qafqazın alternativ mənbələrdən əldə etdiyi enerjinin Avropa bazarına çıxarılması anlamına gəlir. Görünən odur ki, bütövlükdə hər iki ölkənin iqtisadiyyatın çox fərqli sahələrində əməkdaşlığı dərinləşməkdədir. Bu isə Qafqazda dayanıqlı sülhün qorunması baxımından da vacib şərtlərdəndir. Əli Rızayev, Zaur Dadaşov, Elnarə Həsənova, ASTV İqtisadiyyat. Yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri proqnozu 5% üstəliyib. Bu barədə Maliyyə Nazirliyi məlumat verib, bildirib ki, ilin 3 ayı ərzində büdcə gəlirləri 9 milyard 599 milyon manat təşkil edib. Hesabat dövründə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Eləcə də dövlət büdcəsinin xərcləri 8 milyard 12 milyon 500 min manat proqnoza qarşı 7 milyard 817 milyon 100 min manat məbləğində icra edilib ki, bu da nəzərdə tutulan xərclərin 97,6%-i də bərabərdir. Neft-qaz sahəsində fəaliyyət göstərən səhmlərinin və paylarının azı 51%-i birbaşa və yaxud dolayısıyla dövlətə məxsus olan şəxslər üzrə mənfəət, torpaq, əmlak və əlavə dəyər vergisi, neft-qaz və digər fəaliyyətlə bağlı hasilatın pay bölgüsü, sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi büdcə gəlirlərinin təsnifatına daxil edilib. Bu, Nazirlər Kabinetinin vahid büdcə təsnifatının təsdiq edilməsi barədə 11 oktyabr 2018-ci il tarixli qərarında öz əksini tapıb. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Məhkəmənin qərarı ilə müsadirə olunmuş malların satışından əldə olunan gəlirlər də dövlət büdcəsinin gəliri hesab olunacaq. Üçüncü bir istiqamət isə nəqliyyat vasitələrinin icarəsidir. Beynəlxalq daşımalardan alınan icazələr və texniki baxışdan əldə olunan gəlirlər. Bunlar da dövlət büdcəsinin gəlirlərinə daxil olunacaq. Bu bizə nə verir? Yəni, ümumən büdcə gəlirləri üçün hansı, deyək ki, yeniliklər əldə edir? Birinci növbədə gəlirlər artır, büdcənin gəlirləri artır. İkinci bir yanaşma şəffaflıq təmin olunur və rəqəmsallaşmaya keçid asanlaşdırır və büdcənin idarə olunmasını daha da intensivləşdirir.
Azərbaycanın şəkər ixracından gəlirləri 4 dəfədən çox artıb. İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzindən verilən məlumata əsasən ilin 2 ayında 13,5 milyon dollar dəyərində məhsul ixrac edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 milyon dollar çoxdur. Qeyd edək ki, 2025-ci ilin eyni dövründə şəkər ixracından gəlirlər 3,1 milyon dollar olub. Davam edirik. Bu ilin 2 ayında Azərbaycandan 27,8 milyon dollar dəyərində alüminium ixrac edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 milyon dollar və ya 18,8% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin ixrac icmalının mart ayında məlumat verilib. İqtisadiyyat xəbərlərinə baxırsınız. Azərbaycanda girov aktivlərin növləri dəqiqləşdiriləcək. Ölkəmizdə təminatlı əqidlər üzrə tənzimlənmə çərçivəsinin tətbiqi vəziyyəti qiymətləndiriləcək və bu sahədə mövcud çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək. Mərkəzi Bankın təminatlı əqidlər üzrə inteqrasiya edilmiş hüquqi çərçivənin tətbiqi vəziyyətinə dair apardığı sorğuların nəticələri aidiyyatı tərəflərlə birlikdə müzakirə olunacaq. Təminatlı əqidlər çərçivəsində girov kimi təmin oluna bilən daşınar aktivlərin, borcların və öhdəliklərin növləri ilə bağlı işlərin aparılması planlaşdırılır. Prosesin iyulun 1-nə qədər həyata keçirilməsi nəzərdə tutulub. ATV İqtisadiyyat efirdədir. Almaniyada ötən gün dizel yanacağının qiyməti litr üçün 2,487 avroya, yəni 4 manat 87 qəpiyə yüksələrək rekord səviyyəyə çatıb. Bu barədə Almaniyanın Avtomobil Assosiasiyası məlumat yayıb. Bildirilib ki, yanacağın bahalaşması yaxın şərqdə davam edən münaqişə fonunda dünya neft qiymətlərinin artması və Hörmüz boğazı bölgəsində gəmiçiliyin çətinləşməsi ilə əlaqələndirilir. Qeyd olunur ki, Almaniya hökumətinin son tədbirləri də qiymət artımının qarşısını ala bilməyib. Belə ki, ötən həftə qəbul edilən qanuna əsasən yanacaq qiymətlərinin gün ərzində yalnız bir dəfə artırılmasına icazə verilib. Qanun aprelin 1-dən qüvvəyə minib. Onlar qiyməti istədikləri qədər endirə bilərlər, amma bunu heç kim etməyəcək. Qiymət hər gün qalxır. Yaxınlıqda yaşadığımız üçün şanslıyıq, çünki Polşaya gedə bilirik. ABŞ iqtisadiyyatı yaxın şərqdəki münaqişə fonunda artan qeyri-müəyyənliklər, sürətlənən inflyasiya və zəifləyən əmək bazarları səbəbindən təzyiqlərlə üzləşib. Böyük Britaniyanın Oxford Economics analitik mərkəzinin açıqlamasına görə müharibə ABŞ iqtisadiyyatı ilə bağlı riskləri artırıb. Prezident Donald Trump'ın çıxışı bazarlarda sabitlik yaratmayıb və münaqişənin yaxın zamanda həll olunacağı ilə bağlı aydın siqnal verməyib. Nəticədə investorların müxtəlif ssenarilər arasında qərar verməsi çətinləşib. Fond bazarlarında isə dəyişkənlik artıb. Bu barədə Böyük Britaniyanın Oxford Economics analitik mərkəzinin araşdırmasında məlumat verilib. Fond bazarı müharibə başlayandan təxminən 6% geriliyib. Bu, müəyyən itki sayılsa da, münaqişədən əvvəl bazarın xeyli yüksəldiyi nəzər almaq lazımdır. Yaxın bir neçə həftə ərzində vəziyyətin necə olacağı aydınlaşacaq. Əgər Hörmüz boğazı yaxın həftələrdə açılmasa, böyük ehtimalla fond bazarlarında əhəmiyyətli eniş müşahidə olunacaq. Vurğulanır ki, əmək bazarında zəiflik fonunda əmək haqqı artımı da yavaşlayır. Mart ayında maaşlar cəmi 0,2% artıb. İllik artım tempi isə 3,5% enib. Bununla yanaşı inflyasiyanın sürətlənməsi real gəlirləri azaldaraq istehlak imkanlarını zəiflədir. ABŞ-dəki istehsal sənayesi əsasən idxal olunan aralıq materiallara əsaslanır. ABŞ-də istehsal olunan məhsulların müxtəlif hissələri dünyanın hər yerində tədarük edilməklə qlobal və daxili rəqabətə davamlıdır. Bu məhsulların bahalaşması şirkətləri daha az rəqabətli etməklə yanaşı, investisiya qoymaq ehtimalını da azaldır. Bu arzu olunmaz nəticələrdən biridir. Daxili iqtisadiyyatın bir hissəsini qorumağa çalışsanız, iqtisadiyyatın qalan hissəsi yenidən bölüşdürülməlidir. Bu yenidən bölüşdürmədən də zərər çəkənlər olacaq. Hesabata görə fevral ayında pərakəndə satışlarının 0,6% artmasına baxmayaraq, bu göstərici enerji qiymətlərinin artımından əvvəlki dövrə əhatə edir. Münaqişənin fonunda yanacaq qiymətlərinin yüksəlməsi və qeyri-müəyyənlik istehlak xərclərinin azalmasına səbəb ola bilər. Qiymətlərin bahalaşması bir növ iqtisadiyyatda biznes aktivliyinə mənfi təsir göstərmişdir. Əhali artıq
əlavə xərclərdən qaçınır və bununla yanaşı investorlar riskli aktivlərdən boyun qaçırırlar və fond birjalarına müvafiq məsələn mənfi təsir göstərmişdir. Bununla yanaşı büdcə kəsirlərinin artması, hərbi xərclərin bağlaşması büdcə kəsirini artırmışdır və belə olan təqdirdə də xarici borcların artmasına gətirib çıxarmışdır müvafiq vəziyyət. Analitiklər hesab edir ki, ABŞ federal ehtiyat sistemi təklif yönümlü inflyasiya şoklarına təsir imkanlarının məhdud olması səbəbindən ilin ikinci yarısında faiz endirimlərinə qayıda bilər. Bildirilir ki, müharibənin yaratdığı tələbin azalması inflyasiya riskindən daha önəmli faktora çevrilə bilər. Düşünürəm ki, istənilən halda bu məsələ ABŞ iqtisadiyyatındakı inflyasiya faiz dərəcəsindən asılıdır. Əgər inflyasiya faiz dərəcəsi hal-hazırda olduğu qədər yüksək faiz dərəcəsində qalarsa, Fedin faiz dərəcələrinə kənardan, dolların faiz dərəcələrinin kənardan təsiri qismən mümkünsüz görünür. Əgər inflyasiya faiz dərəcələri düşərsə müvafiq təsir ola bilər. Yox, əgər bu istiqamətdə kiçik bir yumşalma olarsa, kiçik bir azalma olarsa, əlbəttə ki, Fed faiz dərəcələrinə kənar təsiri yavaş-yavaş hiss etdirməyə başlayacaq. Qeyd edək ki, yaxın şərqdə münaqişənin uzanması enerji qiymətlərini artıraraq inflyasiyanı sürətləndirə, eyni zamanda qlobal iqtisadi artımı zəiflədə bilər. Elnurə Hüseynli, Sabir Bilalov, ASTV İqtisadiyyat. ABŞ-nin Hörmüz boğazının açılması təhdidi ilə İrana verdiyi müddət bitmək üzrədir. Bəs bundan sonra nələr olacaq? Maraqlıdır. Tərəflərdən hansısı geri çəkiləcəkmi, yoxsa gərginlik daha da artacaq? Bugün Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Hörmüz boğazını açmaq üçün İrana verdiyi müddət bitir. Xatırladaq ki, aprelin 5-də Trump öz sosial şəbəkə hesabında Tehrana zərbələrin görüntüsünü paylaşaraq və İran hərbi liderlərinin öldürüldüyünü elan edərək qarşı tərəfi hədələyib. Birləşmiş Ştatlar prezidenti İrana xəbərdarlıq edərək demişdi ki, əgər rəsmi Tehran razılığa gəlməsə və ya Hörmüz boğazını açmasa, 48 saatdan sonra ölkəni həqiqi cəhənnəm gözləyir. Trump dolayısıyla elektrik stansiyaları və körpülərin hədəf alınacağına da işarə etmişdi. Hələ ki, Hörmüz boğazı ətrafında məlumatlar yenilənmir. Belə olan təqdirdə nələr baş verə bilər? Hamı ABŞ-də səhərin açılmasını gözləyir. Ayın 7-si günü görək onun qərar nə olacaqdır. Yəni belə hər şey gözləmək olar, bir nüvə hədəsindən tutmuş elə belə heç nəyə qədər olubdur. Məsələn, Trumpda əvvəllər də olub ki, nəsə deyib, hədələyib, arxasınca heç nə gəlməyibdir. Yəni bu diapazonda hər şey ola bilər. O ortada məsələn biz axtarsaq, məsələn, hər hansı bir diplomatik cəhd ola bilər ən yaxşı halda. Belə bir diplomatik cəhddə əgər aparıcı qüvvə Avropa olarsa, Çin olarsa, mən hesab edirəm ABŞ bunu qısqanır və bu səbəbdən belə bir diplomatik danışıqlara getmək istəməz. Amma başqa bir formatda olarsa buna cəhd edər və əvvəldə bir yaxında da buna cəhd edibdir. Eləcə də iqtisadi sanksiyaların sərtləşdirilməsi də gözləniləndir və hesab olunur ki, bunun nəticələri uzun müddətli olacaq. Hərbi əməliyyatları gücləndirə bilər və Hörmüz boğazında və hərbi əməliyyatların güclənməsi təbii ki, neft qiymətlərini, o cümlədən sanksiyalar da olsa, neft qiymətlərini hələ bir müddət daha yuxarıda saxlayacaqdır. Bu, Azərbaycanın dövləti üçün belə biraz maraqlıdır. Baxmayaq ki, daxildə qiyməti qaldırır, biraz əhalinin alıcı qabiliyyətini və real gəlirlərini aşağı salır. Necə ki, bütün dünyada aşağı salır və neft ixrac edən ölkələrin isə onların gəlirlərini artırır. Xatırladaq ki, Trump'ın hədələrini İran rəhbərliyi də sükutla qarşılamayıb. İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının komandanı Xatəm Əl-Ənbiyə Əl-Əbdullahi bildirib ki, İran infrastrukturuna yeni zərbələr endiriləcəyi təqdirdə Amerika Birləşmiş Ştatları və İsrail üçün cəhənnəm qapıları açılacaq. Xalqımızın və milli sərvətlərimizin hüquqlarını müdafiə etmək üçün silahlı qüvvələrimizi yerləşdirməkdən bir saniyə belə çəkinməyəcəyik deyə komandan bildirib. Xatirə Nəsirli, Aytan Abdulova, ASTV İqtisadiyyat. Qeyri-müəyyənlik beynəlxalq indekslərə də öz təsirini göstərib. Hazırda investorlar Trump'ın saat 8 ssenarisini hazırlaşır. Bu məqamda mən istərdim rejissorlarımızdan xahiş edək, beynəlxalq indekslər qrafik təsvirini efirə versinlər. Diqqət monitora. Bəli, qlobal fond bazarlarında bugün əsas indekslərdə ümumilikdə müsbət dinamika müşahidə olunur. Monitorlardan da biz görürük. S&P 500, S&P 500-də 0,44% artım və S&P 500 indeksi 6112
səviyyəsində bəndində qərarlaşıb. Dow Jones-da 0,36% artım var və 46.669 bənddə qərarlaşma. Nasdaq 100-də 0,54% artım və görürük ki, burada da yaşıl diapazon və 21.960-996 bənddə qərarlaşma görürük. DAX indeksi, Avropa indeksində biz görürük ki, DAX indeksində geriləmə var. Almanya indeksində 0,78%, FTSE 100, Böyük Britaniya indeksi 0,31% artım və Nikkei 225 indeksində də 0,21% artım var və 53.527 bənddə qərarlaşmanı monitorlardan da görə bilərik. Hörmətli tamaşaçılar, mən istəyərdim indi Bitcoin'in hazırki hərəkətinə dair monitorda olan təsviri də biz izləyək, qrafik təsviri. Biz görürük ki, Bitcoin'in qiymətində emmə var, 1,16%, 834 dollar emmə ilə 68.925 dollara Bitcoin qərarlaşıb. Efirimin qiymətində də 1,52% emmə 2120 və Binance Coin'un da qiymətində biz emmə görürük, 51%, 603 dollar səviyyəsində qərarlaşma bugünkü ticarət günü yekunlaşıb. Bunu da monitorlardan izlədik. Bax belə əziz tamaşaçılar, bugünlük iqtisadiyyat xəbərlərindən bu qədər. Mən sizinlə sabahədək sağollaşıram. Sağ olun, salamat qalın.